Hər kəs salamlar. Mən Emin, Develop'da founder və CEO olaraq fəaliyyət göstərirəm. Bu videoda sizə Develop'ı içərdən göstərəcəm. Sizə bir ofis tur edəcəyik və Develop necə başladı, necə davam edir, gələcək planlar nədir və s. barədə qısa danışacağam. Nəysə, gəlin başlayaq. Ofisimizə xoş gəlmisiniz. İndi mətbəxlə başlayaq. Bura gəlirik, maraqlı söhbətlərlə qarnımızı doyuzdururuq və gedirik ofisə. Davam çəkmə. Bir daha xoş gəlmisiniz. Görək içəridə nə var. Deməli, burada çox rahat bir oturacağımız yer var. Burada davamlı otururuq, söhbət edirik. Bəzən kimisə qeybəti gedir. İdeyalar çıxır. Nəyisə bağlayırıq, nəyisə açırıq, nəyisə düşünürük və burada babat söhbətlər gedir. Burada daha çox işləyirik və yaxud da yemək yeyirik. Hər şey edirik burada. Bu da nəsə edir, amma fayda eləməyin. İndi isə Fərid yerinə keçsin, davam edək. Bugün bazar günü olduğuna görə sadəcə 3 nəfər founding team gəlib. Sizə onlarla tanış eləmənizdən əvvəl istəyirəm sizə bomba mənzərəmizi göstərim. Dəhşət və vəhşət bir dənə mənzərəmiz var, bayraqla bir yerdə. Hər gün bura gəlib, burada oturub, bura baxıb, mənzərəyə baxıb babat bir dənə overthink edirik. Ondan sonra da başlayırıq iş görməyə. Yəni, dəhşət də yəni. Necə gedək görək, uşaqlar nə edir? Behbud. Behbud bizim CTO-muzdur, co-founder'ımızdır. Behbud, nə edirsən? Buradan yeni həftə başlayır və yeni görməli olduğumuz işlər var və ümumiyyətlə founding teamdə və digər əməkdaşlarımızla hansı işlər, kimlər görməlidir, onu hal-hazırda bölüşdürürük. Hələ ki bu qədər. Çox sağ ol. Fərid mənim, bizim co-founder'ımız və CEO-muzdur. Operation Officer. Dostlar salam, necəsiniz? Ümid edirəm Eminin bu yeni YouTube kanalı, yeni serüveni sizin xoşunuza gələcəkdir. Yeni həftə başlayır Behbud dediyi kimi bizi maraqlı tasklar, maraqlı işlər, maraqlı əməkdaşlıqlar gözləyir və bu maraqlı işlərdən ötürü gərək biz də maraqlı hazırlıqlar edək ki, işlərimiz yaxşı getsin. Biz planlarımızı hazırlayırıq hazırda və məncə həftənin nəticələri baş versin, ondan sonra bunları sizlə bölüşək. Nə deyirsiniz? Buyurun. Sağ ol Fərid, sağ ol Behbud. İndi isə gedək, sizlə biraz söhbət edək. Getdik. Gəlin qısa olaraq biz kimik, Develop nədir, Develop nəyi həll edir və nə üstündə işləyirik barədə qısa olaraq məlumat verim. Develop'un həll etdiyi problem Azərbaycanın IT bazarında olan işə götürənlərlə iş axtaranlar arasında olan problemdir. Bu problem ondan ibarətdir ki, şirkətlər juniorlara, internlərə və daha aşağı səviyyədə olan developerlərə və yaxud da IT mütəxəssislərinə çox pul ayırmaq istəmir. Çünki onlar həm AI nəvəzi çox rahatlıqla AI nəvəzi alına bilir və onlar işə qəbul olandan sonra onlara yenidən müəyyən təlimlər və s. ehtiyac olur. Çünki onlar işi tam olaraq bilmirlər. Məsələ də ondan ibarətdir ki, kurslar, akademiyalar və yaxud da self-study edən insanlar öz bacarıqlarını müəyyən səviyyəyə gətirə bilirlərsə, şirkətlərin tələb etdiyi bacarıqlar və tələb etdiyi effort daha yuxarıdadır. Və Develop da tam olaraq bu aradakı problemi həll etməyə çalışır. Bizim həllimiz ondan ibarətdir ki, biz korporativlərlə anlaşırıq və onların bir növ işləmə prinsiplərini, öz juniorlarını necə öyrədirlər, necə inkişaf etdirirlər, onların iş prinsipi necədir, onlar gündəlik necə bir iş üzərində işləyirlər və s. Bunları korporativlərdən öyrənərək onlara uyğun müəyyən təcrübə akselerasiya proqramları təşkil edirik.
Və həmin təcrübə akselerasiya proqramlarına gələn internlər bu proqram boyunca elədiyi tasklar, elədiyi solutionlar, aldığı reviewlar, mentorların onlar barədə fikirləri və s. bu bütün dataları toplayaraq biz bunları saxlayırıq sistemimizdə və bu dataları şirkətlərə təqdim edirik. Və Devlab bununla Azərbaycan IT bazarında həm şirkətlərə daha rahat və daha uyğun işçilər tapmağına kömək edirik, həm də bazarda olan, yeni başlayan və yaxud da junior olan developerlərə çox rahat iş tapmaqlarına kömək edirik. Biz Devlabı keçən bir ildən çoxdur ki, təsis etmişik və təxmini keçən ilin aprelində, yəni 2025-ci ilin aprelində təsis etmişik. Və hələ də yadımdadır ki, həmin vaxtı bizim əlimizdə heç MVP də yox idi. İndi məsələn platformamızın artıq 2-ci versiyasıdır. Amma biz başlayanda və pul qazananda bizim əlimizdə bu platformaların heç bir versiyası yox idi. Yəni biz heç bir platforma istifadə etmirdik və bir növ onun tərəfdarı idi ki, ship fast, çox tezliklə bazara çıxaq və tezliklə pul qazanaq. Və belə də oldu, şükürlər olsun ki, biz apreldə başladıq bəzi məsələlər üstündə işləməyə və təxmini 2 həftə sonra artıq biz bazara çıxdıq. Və elə bazara çıxan kimi biz qeydiyyatı açdıq və bir neçə həftə yenə, 1 və yaxud da 2 həftə qeydiyyatın bitməyini gözlədik və ondan sonra artıq pul qazanmağa başladıq. İlk ayımızdan hələ də yadımdadır ki, biz 200 manat qazanmışdıq və növbəti ayda 200 manat belə deyək. Və bu pul bizim üçün o qədər şirin və motivasiya verici idi ki, yəni bunu heç kim bizim yerimizdə olmasa bilə bilməzdi. O tamamilə başqa tema idi. Əsas məsələ, bizim əsas üstün tutduğumuz məsələlər, daha doğrusu məsələ keyfiyyətidir. Keyfiyyətli iş görürdük ki, insanlar bizim arxamızca yaxşı şeylər danışsın və bir-birinə tövsiyə eləsinlər. Və həqiqətən də elə oldu. Bizim üçün ən böyük motivasiya verən şey o idi ki, biz məsələn hansısa bir universitet tədbirlərinə gedəndə və özümüz də biz tələbəyik. Biz Devlabı bu arada mən birinci kursda olanda təsis eləmişik və tədbirlərə və s. gedəndə insanlar bəzən Devlab barədə danışırdılar və onlar bilmirdi ki, biz onu təsis etmişik. Devlab barədə yaxşı şeylər danışanda və gəlib bizə tərifləyəndə biz sevincdən uçurduq ki, insanlar həm Devlabı tanıyır, həm də Devlab barədə yaxşı şeylər danışırlar. Və digər bir məsələ, biz kiməsə deyəndə ki, Devlabı biz təsis etmişik, onların təəccüblənməyi və s. çox motivasiya verici bir şey idi. Çünki Devlab o qədər keyfiyyətli bir hala gəlmişdi ki, onlar artıq inana bilmirdilər ki, birinci kurs tələbəsi belə bir şirkət yaradıb, belə deyək. Bir müddətdən sonra biz Devlabın platformasını artıq bazara çıxartdıq. Yəni bizim taskları və s. manuala göndərməyimizin əvəzinə artıq platformada hər şey avtomatik olaraq yerinə yetirilirdi və bu həm bizim işimizi azaltdı və həmin vaxtdan daha inkişafa uyğun olan məsələlərə xərcləyirdik. Bir müddətdən sonra artıq bizim bazarda çox yaxşı trustımız var idi. Bayaq dediyim məsələlər ilə. İnsanlar bizi tanıyırdı və insanlar bir-birinə bizə tövsiyə edirdi. Çünki bəzən elə olur ki, aşağı düşürsən, elə olur ki, ümumiyyətlə işlər yolunda getmir və deyirsən ki, də artıq lazım deyil də, bəlkə də müəyyən bir yerdə buraxmağın vaxtıdır. Və həqiqətən də bir şey oldu. Keçən ilin avqustunda işlər yaxşı getməyəndə mən uşaqlara demişdim ki, mən artıq çıxıram, siz davam edin. Mənim artıq nə motivasiyam var, nə disiplin var, mən artıq heç nə demək istəmirəm. Amma sağ olsun onlar saxladılar məni, dedilər ki, bəs belə başlamamışdıq da, belə demişdik ki, kimsə motivasiya düşəndə o birisi onu qaldıracaq və belə davam edəcək və yaxşı ki, buraxmamışam və sırf həmin vaxtdan sonra artıq Devlabın işləri 5 qat daha yaxşı getməyə başladı. Biz artıq müəyyən qədər büdcə yığandan sonra başladıq müəyyən hakatonlara, müəyyən olimpiyadalara sponsor olmağa.
biz bir neçə yerdə, bir neçə olimpiyadada, yəni ICPC-nin müxtəlif universitetlərdə seçim mərhələlərində sponsor olaraq qatıldıq və bizim əsas məqsədimiz o idi ki, ICPC kimi irəli səviyyə olimpiyadalarda və yarışlarda olan istedadlı kadrları özümüzə cəlb edək və onlara dəstək olaq. Çünki Azərbaycanın, ümumiyyətlə dünyada belədir ki, bu olimpiyadaların qalibləri, qatılanları və s. hər biri çox vaxt aparıcı şirkətlərin aparıcı mütəxəssisləri olurlar. Biz UNEC-də, ASTU-da belə olimpiyadaların seçim mərhələlərində sponsor olaraq qatılmışdıq və axırıncısı da UNEC-də idi. Bu ilin yanvarında isə biz yüngülvari bir rebranding elədik və içəridə də bir restructuring elədik. Bəzən timdə bəzi nəfərlər çıxdı, bəzi nəfərlər gəldi və bu restructuring çox böyük bir rol oynadı bizim inkişafımızda. Biz bir neçə inkubasiya proqramlarına qatıldıq və hazırda da birinin içərisindəyik. Sabah labı bitirdik və Sabah labı bitirərək seçilən 3 komandadan biri olduq. Hansı ki, Baku ID-də biz stenddə olacaq, bizim stendimiz olacaq və hər birinizi Baku ID-də stendimizdə gözləyirik. İndi isə artıq bizim bu restructuringdən sonra ikinci kohortumuzun 2-ci ayındayıq və çalışırıq ki, həmişə ən keyfiyyətli formada xidmətlərimizi müştərilərimizə təqdim edək və mən düşünürəm ki, bazarda, ümumiyyətlə istənilən bazarda uğurlu olmaq üçün ən əsas məsələ keyfiyyətdir. Əgər keyfiyyətli iş görmürsənsə, heç vaxt müştərin də olmayacaq və heç kim sənə dəyər verməyəcək. Bəlkə də bir il əvvəl ofisimiz yox idi, evdən çalışırdıq, yorğun idi və s. Amma orada 3 həvəsli və disiplinli gənc var idi, hansı ki, bu gün üçün çalışırdı və şükürlər olsun ki, indi bir yerdə oturmuşuq və ofisdə ağlımızda olan həmin xəyallar üçün dayanmadan çalışırıq. Ümid edirəm, video sizin üçün maraqlı oldu və növbəti videolarda görüşənədək hələlik.